Qoca tamam susuz qalıram, evimdə hekim yox, tək yaşayıram ay bala. Buyurmağa bir şuağım yoxdur, deyəm ged oradan bir aptaq su gətir. Su yoxdur, büdürləyə edirəm, baldıram da xəstədir. Su istəyirəm, su. Su yoxdur. Yanıram, toğ sağlayıram, üstündən yanır. Toğam gətirim, özümə mi gətirim, yoxsa nə qarım mən? Heç maşın zat gəlmir, bir avtobus işləyir, o da məktəbandır. Bizim xalq da onu başarmır, kartla da. Uşaqlar o gedir orada seko oynayır, ondan ötürüdür, heç şey yox. Kimin kartı var, bir adam, iki adam minir, qalan da boylanır, maşın tutur gedir. Bir 300 manat pensiya alır, onu da ona verir. Belə dolandıq, bizdə dolanma yoxdur. Nə deyim özgə valla, susuz dahi yanırıq gerçəklə. Bizdə əsas problem su gəlməyəndə dolça qonşu yedirik, bu qonşu sən bana ver, mən də sana verim, belə olurmu? Belə olmaz axır, belə çox çətinlikdir. Yəni önündə cavan adam olan zarar yoxdur, yenə gedir, hazını sapır gətirir, məni kim gəlsin.